Hədiyyə həyat. Ketrin Kruz əhvalatının davamı. Qəhrəmanlığa inanaraq qəhrəmanlar yaradırsan. Benjamin Dizraeli. Sürətlə reanimasiyaya doğru şütüyən arabada gözlərimi açdım. Başımın üzərində bir dəstə həyəcanlı həkim vardı. Tez-tez huşumu itirirdim, amma onlardan hansınısa qışqırığını eşitdim. Onu itiririk, təzyiqi düşür, təcili masaya. İlahi, mən fikirləşdim. Deməli, mən təyyarə qəzasına düşdüm. Əynimdəki paltarlarım qan içində idi. Qolları, ətəyi cırılmışdı. Sanki dumanın içində idim. Həm də mənə soyuq idi. Bir də yaman suzlamışdım. Hələ ömrümdə belə susuzluq duymamışdım. Bu vaxt anladım. Onların dedikləri masa əməliyyat masasıdır. Mən isə əməliyyat zamanı şübhəsiz ölə bilərəm. Yaralanmışam, təzyiqim düşür. Əllərim, ayaqlarım soyuyub. Arada olduğumu, hansı şəhərə düşdüyümü, təyyarənin qəza keçirdiyindən aləmin xəbərdar olub olmamasını bilmirdim. Həmkarlarımın qəzadan sağ çıxıb çıxmadıqlarından da xəbərsiz idim. Amma dəhşətli qorxu təyyarədə olduğu kimi yenidən sakitliklə əvəzləndi. Nədənsə içimə sağalacağımı söyləyən əminlik doldu. Həmin andan etibarən çox şey dərk etdim. Xüsusən də dünyada baş verənlərin hamısı öz qaydasına uyğun baş verir. Başına gələn heç nə əbəs yerə olmur. İstənilən bəd hadisənin öz müsbət payı da var. Bu həm də bizə dərs verir. Biz keyfiyyətli yeni pilləyə ayaq qoymaq üçün bu dərsi mənimsəməliyik. Məşhur Amerika şairi Henry Longfellow bu fikri öz kəlamlarında gözəl ifadə etmişdir. Həyatda keçirdiyim odlu və sulu yollar mənə yalnız xeyir verdi. Odur ki, qəzadan əbəs yerə çıxdığımı düşündüm. Sadəcə hələ ki, bəxtimin ağlasılmaz dərəcədə gətirdiyinin yüksək mənasını dərk etmirəm. Qana bilmirəm. Baş vermiş hadisədən necə nəticə çıxarmaq gərəkdiyini anlamıram. Əməliyyat masasında 12 saat keçirdikdən sonra məni reanimasiyaya gətirdilər. Qarşıda məni əzablı sağalma prosesi gözləyirdi. Ertəsi gün mən dünyanın ən gözəl səsinə ayıldım. Cingiltili uşaq səsi qulaqlarıma sanki dua edilmiş kimi söyləyirdi. Ana, oyan, ana, biz səni sevirik. Gözlərimi güclə açdım. Qarşımda əynində Disney personajı əks olunmuş sevimli köynəyində portre və az qala bütün iri geyindiyi, sevdiyi qırmızı kombinezonunu geymiş Saritanı gördüm. Uşaqların yanında John dayanmışdı. Onun üzündə göz yaşları yuvarlanırdı. Həyəcandan bir kəlmə söyləyə bilmirdi. Uşaqlar və əlim məni qucaqladılar. Hamımız bir yerdə ağladıq. Xəstəxana çarpayısında mən bir neçə ay keçirməli oldum. Təəssüf ki, qəza çox həyata son qoymuşdu. Həmkarlarım Jackla Ross'da ölənlər arasında idilər və bu itki mənim üçün zərbə oldu. Axı biz neçə il birlikdə çiyin-çiyinə işləmişdik. Jacksiz, Ross'suz mənim sadiq silahdaşlarım olmadan şirkətin və BraveLife.com saytının işi ilə məşğul olmaq heç istəmirdim. Onlar mənim sadəcə yaxşı yoldaşlarım. Bu layihəni birlikdə düşündüyümüz və həyata keçirdiyimiz iş şəriklərim deyildi. Bu keçən illər ərzində biz möhkəm dostlaşmışdıq. Təyyarə qəzasını tədqiq edən komissiya qəzanın səbəbini insan faktoru adlandırdı. Pilotun səhvi. Hüquqşünaslar gəlib məndən çəkilən zərərə görə aviaşirkətdən kompensasiya tələb edəcəyim barədə maraqlananda, mən cavab verdim ki, bütün bu olanları dəhşətli yuxu kimi unutmaq istəyirəm. Tezliklə sağalıb evə getmək üçün əlimdən gələni etməyə hazıram. Onlar uşaqlar demək olar ki, hər gün mənə baş çəkirdilər. Lakin vaxtımın ən gözəl, ən çox hissəsi reabilitasiya prosedurunda gedirdi. Əvvəlki formama mümkün olduğu qədər tez qayıtmağa çalışırdım. Həmin xəstəxananın həkimləri və tibb bacıları əsl mələk kimi idilər. Mənə səbirlə, qayğı ilə, ürək yanğısı ilə yanaşırdılar. Mənə asan deyildi, amma hər keçən gün biraz da sağlamlaşır. Gələcəyə nikbin baxmağa başlayırdım. Sonra həmin o gecə qəribə hadisə baş verdiyi gecə gəlib çatdı. Ziyarət saatı qurtarmışdı. John uşaqları evə aparmışdı. Mənsə Trina Paulus'un Çiçəklərə Ümid kitabının adama yalnızca ümid verməklə yetinməyən, həyat eşqi və qüvvə verən kitabı oxuyurdum. Çarpayının yanındakı masanın üstündə fincanda çay vardı. Çayı götürmək üçün dönəndə palatanın açıq qapısında motorlu əllər arabasında kiminsə dəhlizdən keçdiyini gördüm. Çox təəccübləndim. Bu adam əlil arabasında belə sürətlə necə gedə bilir? Bu gecə vaxtı xəstəxana dəhlizində nə işi var? Müəmmalı adam daha gözə dəymədi və mən kitab oxumağa davam etdim.
Onu da deməliyəm ki, son illər işimin çoxluğundan mən mütaliəni tamamilə atmışdım. İş adamın vaxtını və gücünü o qədər əlindən alır ki, kitab oxumaq 35-ci yerə keçir. Lakin indi təyyarə qəzasından sonra mən həqiqətən lazım olan işlərlə məşğul olmağa qərar vermişdim. Həmçinin faydalı, ruhlandırıcı, müdriki kitablarını oxumaqla. Təyyarə qəzası məni sarsılmağa, eyni zamanda həyat quruluşumu təzədən gözdən keçirməyə, qiymətləndirməyə, həyatımı nizama salmağa vadar etdi. Xəstəxana palatasında tək-tənha uzanaraq, uzun illərdən bəri ilk dəfə bu vaxtacan necə yaşamağım barədə düşünürdüm. Özümü necə aparmışam, nə cür ana həyat yoldaşı olmuşam. Mənə elə gəlirdi ki, indi mənə ikinci şans verilib. Həyatımı yenidən başlayıram. Bu bahalı hədiyyəni də layiqincə dəyərləndirmək lazımdır. Artıq sadə, ağıllı, rəhimli həyat sürəcəyimə, mənim üçün ən başlıca şeyin həyati dəyərlər olacağına and içmişdim. Ən yaxşı şey daima yanında olanlardır. Burnuna hopan hava, gözlərinin gördüyü işıq, ayaqlarının altında bitən çiçəklər, yaxınlarının qarşısında borc hissi, qarşında açılan yaxşılıq zəminindir. Göydəki ulduzları tutmağa çalışma, gündəlik adi işləri gücün çatdığı qədər gör və əmin ol ki, gündəlik öhdəliklər və vacib olan gündəlik ruziyə bax, həyatda ən önəmli olan budur. Robert Louis Stevenson belə yazırdı. Necə oxumağa başlamışdım ki, gözü ucu ilə baxıb gördüm ki, əlil arabasındakı adam yenidən dəhlizdə qaçmağa başladı. Amma bu dəfə keçən dəfəkindən də yüksək sürətlə. Hələ bir üstəlik məzəli pasiyent uca səslə mahnı da oxuyurdu. Mahnı mənə tanış idi. Düzdür, neçə illəridir ki, onu eşitməmişdim. Nə vaxtsa uşaqkən həmin mahnını mənə valideynlərim oxuyardı. İşə bir bax, belə köhnə mahnını hələ də xatırlayanlar varmış. Yaxşı olardı ki, onun kim olduğunu aydınlaşdırım. Amma onunla ünsiyyətə girmək təhlükəsiz idimi? Birdən o, xəstəxanaya kənardan gəlmiş. Ruhi xəstə olsa necə? Mən tərəddüd etdim. Amma marağım tərəddüdümə üstün gəldi. Odur ki, çarpayıdan ehtiyatla düşdüm. Keşə tutanaraq məmmalı adama ya da ruhi xəstəni görəcəyim ümidi ilə asta-asta dəhlizə çıxdım. Ancaq elə bil yer yarılıb, o da yerin içinə girmişdi. Dəhliz boş və səssiz idi. Tibb bacısı postundakı iki tibb bacısından savayı. Axşamınız xeyir. Uzaqdan onlara mehribancasına səsləndim. Necəsiz Ketrin? Nəsə olmayıb ki, onlar cavab verdilər. Hər şey qaydasındadır. Sadəcə bilmək istəyirdim ki, əlil arabasında oraya-buraya şütüyüb, boğazını yırtaraq uşaq mahnısı oxuyan o adam kimdir? Yaman səs-küy salır. Həm də kimisə vurub yıxa bilər. Məncə bu öz başınalıqdır. Onu buradan çıxardın. Bir də çatdırın ki, xaric oxuyur. Qoy gedib oxumağı öyrənsin. Gülərək əlavə etdim. Amma burada heç kim olmayıb, tibb bacıları bir ağızdan cavab verdilər. Biz kimsəni görməmişik. Heç kimi? Təəccüblə soruşdum. Heç kimi. Ketrin, bu yəqin qarabasmadır. Yox, mən onu aşkar gördüm. Elektrikli əlil arabasında qəribə adam vardı. O tərəf bu tərəfə gedirdi. Hər bir uşaqlığımda eşitdiyim uşaq mahnılarından birini də oxuyurdu. Neçə illər idi ki, o mahnını eşitməmişdim. İlahi, özüm necə səfih vəziyyətinə saldım, düşündüm. Tibb bacıları güldülər. Bizimlə zarafat edirsiniz? Yox canım, onu tapın və deyin ki, özünü yaxşı aparsın. Mən təkid etdim. Yaxşı Ketrin. Onu görən kimi sözlərini çatdırarıq. Qadınlardan biri gülərək cavab verdi. Sayaraq geri palataya qayıtdım. Yerdə döşəmənin üstündə metal nəsə parladı. Güclə əyildim ki, onu götürüm və gözlərimə inanmayaraq yerimdə quruyub qaldım. Yerdəki metaldan düzəldilmiş kəpənək idi. Onu əlimə alanda içimə çəkdim. Kəpənək qızıldan idi. Amma məni sarsıldan kəpənəyin qızıl olması deyildi. Eynən bu cür kəpənəyi atam nə vaxtsa mənə, Julia'ya, qardaşıma hədiyyə etmişdi. Azad və sərbəst fikirli olmağın nə qədər vacib olduğunu həmişəyə yadda saxlayaq deyə. Onun üçün kəpənək sadəcə azadlıq və sərbəstliyi simvolizə etmirdi. Bu həm də gözəllik rəmzi idi. Bax, atamız da bizə həyatda arzuladığı bu idi. Kəpənəyi o bizə yadda qalan gündə, onu federal hakim təyin etdikləri gündə hədiyyə etmişdi. Mən o zamanlar onunla necə də qürur duyurdum. Bu yeri tutmaq üçün o az zəhmət çəkməmişdi və bunu artıqlamasıyla layiq idi. Atam gözəl insan idi. Ədəbli, mehriban, qüsursuz, alicənab. Onun hədiyyəsi olan qızıl kəpənəyi mən qoruyub saxlamışdım. O mənim başlıca sərvətlərimdən biri idi.
Atamın ölümündən sonra isə kəpənək onun xatirəsindən birinə çevrildi. Julianın kəpənəyindən isə mənim xəbərim yox idi. Ümumiyyətlə qardaşımın tanıdığım qədərilə onun qızıl əşyalara əhəmiyyət verdiyinə inanmırdım. Julian qeyri-adi insan idi. Heç bilmirəm onu necə təsvir edim. Belələrinə nadir rast gəlmək olar. O həmişə ağıllı, edadlı, eyni zamanda bir yerdə qərar tutmayan və üsyankar idi. Məktəbdə hamının qeyri-adi bacarıqları ilə heyrətə salar. Daima ən yaxşıları sırasında olar. Həm də dəcəllik, zarafat etməyi sevirdi. Bu yaraşıqlı oğlan üçün bütün qızların ürəyə gedirdi. Təbiət ondan savadı da əsirgəməmişdi. Bütün məktəb yarışlarını, olimpiyadaları, müsabiqələri, hədiyyələri qazanırdı. İdmanda da fərqlənirdi. Julia universitetə qəbul olunanda hamının sevimlisi və idman ulduzuna çevrildi. Hələ üstəlik astronomiya üzrə ən yaxşı tələbə və diskussiya klubunun kapitanı oldu. Onun bütün üstünlüklərini saymaqla bitirmək olmazdı. O sadəcə iti ağla deyil, həm də rəhimli ürəyə sahib idi. Hər kəs də özünə maqnit kimi cəlb edirdi. Uşaq vaxtı mən Juliana az qala ibadət edirdim. O mənim idealım idi. Biz çox gözəl dil tapırdıq. Həmişə birlikdə oynayar, birlikdə əylənərdik. Yayda göldə, qışda xəzək sürməklə. Daima şənlərini deyib gülürdük. Bir sözlə, Julian möcüzə idi. Universitetə getdiyi zaman mən o qədər darxırdım ki, az qala ürəyim partlayırdı. Julian Harvard Universitetinin hüquq fakültəsini təbii ki, əla qiymətlərlə bitirmiş və ən yaxşı məzun adını qazanmışdı. Hüquq şirkətləri onu öz sıralarında görmək hüququnu qazanmaq üçün mübarizə aparırdılar. Tezliklə o, gözəl hüquqşünas şöhrətini qazandı və ən yaxşılarından biri oldu. Onun uğuru fenomenal idi. Hətta tərifə xəsislik edən və peşəkar kamilliyin dəyərini gözəl bilən atam belə tez-tez söyləyərdi. Bu oğlanı əhsən, halal olsun. Mərc gəlirəm ki, nə vaxtsa ali məhkəmənin heyətinə daxil olacaq. Hədə oxşayacağı adam var. Ot kökü üstə bitər deyib o gülərək əlavə edirdi. Julian xoşbəxt ulduzu hələ məktəb illərindən parlamağa başladı və uzun illərdə parladı. O ən şöhrətli, ağıllı və güclü idi. Birinci dərəcəli vəkillərdən biri hesab olunurdu. Onun gəliri 7 rəqəmli ədədlərlə ölçülürdü və Julian həyat nemətləri istədiyi kimi istifadə edə bilirdi. O varlıların, məşhurların və diplomatların yaşadığı gözəl rayonlarda bahalı ev almışdı. Dəriləri ilə görüşə, özünün şəxsi, reaktiv təyyarəsi də gedirdi. Sanki o, kral nəslinin nümayəndəsi idi. Məşhur vəkilə yeni kostyum gəldikdə həmin təyyarə ilə İtaliyadan xüsusi dərzi gəlirdi. Julian şəxsi adada xüsusi villa da almışdı. Onun Nirvana adlandırmışdı. Ümid edirdi ki, gərgin və sıx iş rejimində boş vaxtı yaranarsa gedib orada istirahət edə bilər. Bir sözlə bu cür həyat tərzini o özü seçmişdi və bundan da məmnun idi. Sahib olduqları arasında Julian üçün ən dəyərlisi qıpqırmızı yanan Ferrarisi idi. Julian avtomobilini göz bəbəyi kimi qoruyardı, sanki canlı varlıqmış kimi onunla nəfəs alırdı. Ferrari onun sevgisi, həyat qabiliyyətinin sübutu, zəhmətinin mükafatı və layiq olduğu yolundakı məhrumiyyəti idi. Parlaq vəkil karyerası qurduğu dövrlərdə Julian gözəl, füsunkar qadınla evləndi. Bu gözəl cütlüyün gözəl bir qızı dünyaya gəldi. Qızının adını Ali qoydular. O da gözəl və ağıllı uşaq olaraq böyüdü. Uşağın zəkalı olacağı ilk gündən bəlli idi. Ali şən və diribaş idi, həm də yaman nadinc idi. O sağlam və çox xoşbəxt uşaq idi. Atalıq Julian'ı dəyişmədi. Əlbəttə o yenə də işlə məşğul olurdu. Çünki qəlbi peşəkarlıq, şan, şöhrət və bütün rəqiblərini ötüb keçməsi ilə alovlanırdı. Amma yenə də həyatında başlıca yeri qızı tuturdu. Julian'ın axırki ailə həyatını qiymətləndirdiyini gördüm. İndi o hər cümə günləri qızı ilə oynamaq, vaxt keçirmək, ailəsini arasa gəzməyə aparmaq üçün istirahət günü götürürdü. Julian həmişə gözəl görünərdi, amma həyat yoldaşının və qızının yanında gözləri daim gülərdi. Balaca Ali'nin ağıllı və şuurluğu ilə qürur duyurdu. Onunla ünsiyyət zamanı həyatın qarmaqarışıqlığından ayrılıb rahatlıq duyurdu. Bu qəddar sürətlə keçən həyəcanlı əsrimizdə hamımızın ehtiyac duyduğu rahatlıq mənbəyi və harmoniya duyduğu aşkar sezilirdi. Julian sevgi ilə əhatələnmişdi və dəbdəbə içərisində üzürdü. Adama elə gəlirdi ki, onun həyatı idealdır və o, özü öz həyatına hakim idi. Heyif ki, həyatın quruluşu belədir. Fələk gözləmədiyimiz anda qanadlarımızı qırır. Təəssüf ki, bu da çox uğur zirvəsini fəth etdiyi dövrdə baş verir.
Talih səni zirvədən aşağı yuvarlayır və sən dağın dibindəki qaranlıq ümidsizlik içərisində dipsiz dərinliklərə düşürsən. Məhz belə kədərli məqamlarda beynində bir fikir işıldayır. Sən öz həqiqi mahiyyətini qavrayırsan. Fiziki və mənəvi əziyyət içərisində birdən sənə əsl özünü tapırsan. Sonra isə möcüzə baş verir. Əzilmiş, dağılmış vəziyyətdə olduğun halda sən yeni, haradan mənbəyinin məlum olmayan qüvvəyə yiyələnirsən. Qardaşım Julian da məhz belə olmuşdu. Ümidsizlik qaranlığı içərisində olduğu zaman o şartını sezmiş və hətta özünün belə bilmədiyi güc ehtiyatının həyat olduğunu dərk etmişdi. Bir dəfə günəşli bir gündə Julian qırmızı Ferrarisində balaca Aileni onun sevimli rəfiqəsinin ad gününə aparırdı. Birdən Julian qarşıdan gələn maşının qarşı zolağa çıxdığını gördü. Öncə Julian buna məna verməmişdi. Amma maşının sürətlə ona sarı şütüyünü görmüşdü. Lakin bir neçə saniyə içərisində bədbəxtlikdən yaxa qurtarmaq mümkün değildi. Ən dəhşətlisi baş vermişdi. Bütün günü dostları ilə içki içən sarhoş sürücü maşını hara sürdüyünü qavramırdı. Sürətli maşınların hamısı başa-baş gəlmişdi. Julianın belə qəzadan sıyrılaraq xırda qançırlarla qurtulmasına inanılmaz idi. Amma balaca Ailenin başı ön şüşəyə dəyərək ölümcül travma almışdı və qorxu həyəcan içərisində təcili yardıma zəng etməyə çalışan Julianın qollarında keçinmişdi. Faciə Julianı sındırdı, o tanınmaz hala düşdü. Əvvəllər o həyatın hər anından zövq alırdı, indi isə o hər anı güclə yaşayırdı. Hər dəfə bunları xatırlayanda mənim ürəyim ağrıyırdı. Julian işin içərisində özünü unutmaq istəyirdi. Günlərlə ofisdən çıxmırdı. Kabinetindəki divanda gecələyirdi. O kimsə ilə görüşmürdü. Sarsılmış həyatını xatırladan bir kəslə görüşməkdən imtina edirdi. Sanki gözlərin önünə pərdə çəkilmiş, qarşısında yalnız işini görürdü. Təbii ki, belə fanatik yanaşmadan sonra onun karyerası da daha da yüksəldi, amma şəxsi həyatı tamamilə tənəzzülə qarşılaşmışdı. O həmkarlarından başqa hamilə ünsiyyətini tam kəsmişdi. Carlos Castaneda nə vaxtsa belə demişdi. Adi insanla döyüşçü arasındakı fərq odur ki, döyüşçü hər şeyi döyüşə çağırış kimi qəbul etdiyi halda, adi insan buna ya lənət ya da xeyir-dua kimi qarşılayır. Zənnimcə Julian özünü ömürlük lənətlənmiş hesab edirdi. Julianın arvadı onu tərk etdi. O deyirdi, sən işinə elə aid olmuşsan ki, ətrafındakı heç kimi görmürsən, eşitmirsən. Adam elə gəlir ki, heç qızını xiffətini də çəkmək istəmirsən. Səni özünə saldığın bu emosional bədbinlikdən çıxarmaq üçün əlimdən gələni etdim, amma sən inad edirsən. Mən də daha heç nə bacarmıram. Sən ancaq hey təkrarlayırsan ki, yaxından əl çək. Bundan əlavə Julian bütün hərəkətləri ilə söyləyirdi ki, köməyə ehtiyacı yoxdur, heç kimdən. Yardım təklif edən hər kəsə eynən belə söyləyirdi. Məni rahat buraxın. Öz işinizlə məşğul olun. Öz acımalarınızı məndən uzaq tutun. Bu mənə lazım deyil. Julian içki içməyə başladı. Özünə diqqət etmədi. Artıq dağılmış həyat tərzi sürürdü. Az yatırdı. İştahası itmişdi. Zahirən özünə elə kökə salmışdı ki, kobulluğu ilə hələ də özündən uzaqlaşdıra bilmədiyi bəzi yaxınlarını qorxudurdu. Boş vaxtı demək olar ki, yox idi. Olsa da həmin vaxt o, anoreksik arıq modellərlə, yaxud da Julianın terminatorlarım adlandırdığı bir dəstə pis niyyətli birja brokerlərlə keçirirdi. Həmin vaxtlar Julian demək olar ki, görüşmürdüm. Mənim bütün zənglərimə cavabsız qoyurdu, amma onun hərəkətlərindən xəbərdar idim və onun bədbəxtliyə düçar olacağından ehtiyat edirdim. Böyük bədbəxtlik. Bir dəfə təsadüfən qardaşımı küçədə gördüm. O, əlində ağzınacan sənədlərlə dolu olan 2 portfellə qan tər içərisində şəhərlə iş mərkəzinə tələsirdi. Əvvəlki özünə qulluq edən arıq, cavan, yaraşıqlı oğlanın necə dəyişdiyini görəndə məni az qala ağlamaq tutmuşdu. Şişkin üz, erkən meydana çıxmış qırışlar, sönük baxışlar, əyilmiş qamət, qeyrıq-salğam köklük. Əvvəllər o, öz bədənini formada saxlamaq üçün necə də diqqət yetirərdi. Ən başlıcası o idi ki, indi onu parlaq təbəssümü itmişdi. Julianın, sevimli qardaşımın, pərəstiş etdiyim adamın çöhrəsində indi öz cəhənnəminə həbs olunmuş insan siması vardı. Bir neçə ay sonra Julianın iş ortaqlarından biri mənə zəng vurdu. O, Julianın məhkəmə prosesi zamanı, elə məhkəmə zalındaca gərgin çıxışı zamanı infaq keçirdiyini bildirdi.
Julianı təcili yardım xəstəxanaya çatdırıb. O sağdır, ancaq zəng vuran həmkarının sözlərinə görə ona baş çəkməyə gələnləri qəti qəbul etmir. Nə dostlarını görmək istəyir, nə də yaxınlarını. Əvvəllər olduğu kimi, xüsusən də ailə üzvlərini. Julianın həmkarı vurğularaq bildirdi. Məgər məni də bir dəqiqə içəri buraxmaz, mən yalvarışla söylədim. Ketrin, məmnuniyyətlə deyərdim ki, qoyar. Amma o, bütün xəstəxana heyətinə bildirib ki, heç kimi içəri buraxmasın. Palatanı bağlı saxlasınlar. Baş həkimi isə əhəmiyyətli şəxs olduğu üçün palatasına xüsusi quraşdırılmış telefonla kiminsə əlaqə saxlamaqla cəhd etdiyi təqdirdə məhkəməyə verəcəyi ilə hədələyib. Necə də Juliana xas hərəkətdir, mən düşündüm. Xəstəxana yatağında belə hüquqşünaslığını itirmir. Ketrin, sizə daha bir şey bildirmək istəyirəm. Julianın həmkarı boğuq səslə dedi. Eşidəndə qulaqlarıma inanmadım. Julian işi atacağını qətiləşdirib. Təsəvvür edirsiniz, firmadakı payındadan imtina edəcəyi və işdən çıxacağı haqda ərizəni artıq yazıb. Zarafat edirsiniz, qulaqlarıma inana bilmədim. Hüquqşünaslıq ona hava su kimidir. O hələ məktəbdə ikən vəkil olmaq arzusunda idi. Mən sadəcə onun sözlərini çatdırıram, həmkarı söylədi. Heç mən də anlaya bilmirəm. Düşündüm ki, siz bunu bilməlisiniz. Julianın sözünün üstündə durdu. Xəstəxanadan çıxar-çıxmaz işini atdı. Amma iş bununla bitmədi. Bütün mülkünü satdı. Evini, təyyarəsini, adadakı Nirvana villasını. O, hətta uğurlarını və əldə etdiyi zirvənin simvolu olan Ferrarisini də satdı. Bir müddət sonra Julianın dostlarından birindən onun harasa Hindistana, həyatın mahiyyətini dərki üçün mənəvi zavarlığa getdiyini eşitdim. O, ünvan əlaqə saxlaya biləcəyi telefon nömrəsi qoymayıb. Onun nə vaxt qayıdacağı məlum deyildi, amma bu barədə heç nə söyləməmişdi. Necə düşünürsünüz, o nə vaxt qayıdar? Mən qardaşımın dostundan xəbər aldım. Hesab edirəm ki, nə mən, nə də siz bir daha Julian Mendisini görməyəcəyik. Məyusluqla həmsöhbətim cavab verdi. İllər ötdü. Juliandan səs soraq çıxmadı. Ona zəng vurdu, nə də bir açıqca göndərdi. Sanki doğma bacısının varlığını, əvvəlki həyatını, qızının ölümünə kimi olan həyatını unutmağa qərar vermişdi. Əsif ki, mən Julianın həyatından dərs çıxartmadım. Başım isə qarışaraq öz qızın həyat ritmimlə yaşamağa davam edirdim. Düzdür, ərədə getmişdim, amma əvvəlcədən qeyd etdiyim kimi ailəyə az vaxt ayırırdım. Zaman ötdükcə qardaşımı daha az yadıma salırdım. Amma hərdən sakitlik və tənhalıqdan həzz aldığım nadir zamanlarda, gecələr evə gec qayıdarkən, uşaqlarım və həyat yoldaşımın çoxdan yatdığı vaxtlarda öz-özümə düşünürdüm. Görəsən qardaşım oralarda necə yaşayır? Vəziyyəti yaxşıdırmı? Qayğısız uşaqlıq illərində birlikdə etdiyimiz şuluqluqları, gözəl yay günlərində istirahətə gedərkən sahildən gölə necə atıldığımızı, qayıqla necə üzdüyümüzü xatırlayırdım. Lakin daha çox qardaşımın gözlərindəki parıltını xatırlayırdım. Yazıq Allie'nin gülər gözləri Julian'ı çəkirdi. Of, o balaca qızcığaz üçün necə də darıxırdım. Daha onu qaytarmaq mümkün değildi. Elə qardaşımın yeri də həyatımda çox görünürdü.